Doktorum, gün sonunda getmədən bu sualları bir cavablandıraq. Deməli, uşaqlar xəstələnəndə el arasında deyilən kimi sistemmi, yoxsa ağızdan maye qəbulu? Getmədən yaxaladıq. Bu çox önəmlidir gerçəkdən. Sistemmi, yoxsa ağızdan qəbul? Əlbəttə ki, ağızdan. Əgər uşağın qusması, qaytarması yoxdursa, ümumi vəziyyəti buna imkan verirsə, öncəliyimiz ağızdan qəbuludur. Yox, əgər qusması varsa, qaytarması varsa, ümumi vəziyyəti buna imkan vermirsə, qənaət bəxş deyilsə, o zaman maye köçürmək olar, amma bu mütləq xəstəxana şəraitində olmalıdır. Qətiyyən evdə olmaz. Xəstəxana şəraitində venə daxili mayenin miqdarı həkim tərəfindən hesablanaraq zamana bölərək verilməlidir. Yəni bu bizim valideynlərin düşündüyü kimi ev şəraitində yəni bir neçə saat ərzində alacağımız miqdar deyil. Qızdırma zamanı sirop mu yoxsa şam qoymaq məsləhətdir? İlk tercihimiz, seçimimiz hər zaman siropdur. Ağızdan almaqdır. Sirop şəkli ilk seçimimizdir. Burada da yenə əgər qusma, qaytarma yoxdursa, ağızdan alması normaldırsa, birinci növbədə seçimimiz siropdur. Olmazsa əgər ağızdan alması normal deyilsə, o zaman şam istifadə edirik. Doktorum, son olaraq bunu da soruşum. Paracetamol mu, Nurofen məsləhətdir? İlk seçim paracetamol. Hər zaman ilk seçim paracetamoldur. Bunu valideynlər hər zaman ağıllarında tutsunlar. Öncəliklə ilk 6 ay, ən xüsusilə ilk 3 ayda Nurofen verilməsi məsləhətdir. Paracetamol tərkibli verəcəyik. Nurofen dedikdə, yəni Nurofen ticari addır, bir qədər doğrudur, çıxmır əslində belə deməyimiz. İbuprofen də tərkibi. İlk 6 ay içərisində, yəni daha çox da ilk 3 ayda paracetamol tərkibli veririk. Bunlar həm sirop ola bilər, həm də şam tərkibli şamlar ola bilər. Bu tərkibli. İkinci tərkib hərarət salıcı uşaqlarda ən çox istifadə edilənlər ibuprofen tərkiblilərdir ki, bunları ən çox 6 aydan sonra istifadəsi məsləhətdir. Amma hər zaman uşaqlarda birinci seçimimiz paracetamol molekulundan yana olmalıdır. Bu sirop da olsa, şam da olsa bu molekuldan yana olmalıdır. Çox sağ olun, doktorum. Buyurun. Umarım köməklik eləmiş olduq valideynlərə. İnşallah. Hamı maarifləndi. İnşallah, özəlliklə də bu sistem məsələsi, dırnaqarası sistem məsələsini bir ara məncə biraz açıqlayaq, danışaq. Sağlıqla qalın.